Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videolardan yararlanıb dostlarınızla paylaşmağı unutmayın. OTK sınaq imtahanına salınmış bu sual izahı ilə başlamaq istəyirəm. Burada AB hasili bizdən soruşulur. Ona görə də biz əvvəlcə bizə verilən bu birinci ifadənin hər tərəfini kvadrata yüksəldəcəyik. Çünki burada baxın kvadratlar var. Sonra əvəz eləyəcəyik. Birinci başlayaq. 2A üstəgəl 3B-nin mötərizə kvadratı bərabərdir 14-ün kvadratı. Müxtəsər vurma düsturunun tətbiqi olacaq. Birincinin kvadratı, yəni 4A kvadrat üstəgəl 2 vur birinci həddimiz, vur ikinci həddimiz, üstəgəl ikinci həddin kvadratı 9B kvadrat bərabərdir 196. 4A kvadrat və 9B kvadratını silib yerinə 100 yazacağım. 100 üstəgəl 2 vur 2 vur 3. 12AB bərabər 196. 196-dan 100-ü çıxacam. Eləyəcək 96. 12AB 96-dırsa AB hasili olacaq. 96-nı 12-yə böləcəm. Düzgün cavab C variantıdır.